Bu günləri münasibətlərdəki mif və reallıqlardan danışacağıq. Türkiye'nin səncə münasibətdə ən əsas sevgidir? Bu cümlə çox gözəl səslənir, hətta romantik səslənir, amma təəssüf olsun ki, bu mifdir. Çünki sevgidən də ən önəmli və birinci olan hörmətdir. Hörmət özünü danışıq tərzində, daha sonra davranışda göstərir. Əgər hörmət olmasa, sevgi nəzarətə, təkəbbürə və hətta emosional zorakılığa çevrilə bilər. Ona görə sevmək gözəldir, amma ilk öncə hörmət olmalıdır və daha sonra sevgi. Məncə hər ikisi də olmalıdır. Sevgisiz ancaq hörmət olan münasibət də bəzən deyirlər ki, daha uzun ömürlü olur o evliliklər. Təcrübədə fərqli də ola bilər, amma məncə də hər ikisi önəmlidir. Əgər bir-birinizi həqiqətən sevirsinizsə, mübahisə olmamalıdır. Həqiqi sevgi münaqişəsiz olur. Yox, bütün münasibətlərdə mübahisələr olur. Burada hətta romantik münasibətləri kənara da qoysaq, dostluq münasibət nə qədər çətindirsə, sevgi bir o qədər güclüdür. Xeyr, bu da elə dramatik səslənir, belə hətta cümlə, amma mifdir. Çünki davamlı barışıb dalaşmalar qeyri-sağlam münasibətin əlamətidir. Qeyri-sağlam münasibətin əlamətidir. Sağlam münasibətin göstərici isə birinci hörmətdir, daha sonra etibar və üçüncü göstərici bu stabillik. Bu olsa artıq insanlar partnyorunla sən sağlam münasibət yaşayırsan. Stabillik, yəni qarşı tərəfin mənə olan hissləri, münasibəti, oradakı mən narahatlıq yaşamıram da, ayaman mənə mesaj yazmada görən artıq soyudu, mənə münasibəti yox. Yəni sən arxayınsan ki, sizin stabil münasibətləriniz var. Bir də bəzi insanlar əksinə fikirləşirlər ki, belə nə qədər çox mübahisə ediriksə, ya məni çox sevir, ona görə məni itirmək istəmir, ona görə bax bu qədər biz dalaşırıq filan və s. və s. Amma ora idealizə eləmək lazım deyil. Bəzən bu işdə sağlam bir üslub olmur. Sevgi hər şeyi düzəldər. Təəssüf olsun, bu da bir mifdir. Yox, həm də şeydir, evlən düzələcək. Ya da evlənib hər şey düzələcək, partnyorum düzələcək və s. Təəssüf olsun ki, bu ifadələr, bu inanclar çox zaman bizi və insanı da qeyri-sağlam münasibətdə saxlaya bilər. Gəl burada da qeyd edim ki, məsələn, yetkin olmayan davranışı, aslılığı, daha sonra məsuliyyətsizliyi yalnız sevgi ilə qaldırmaq və ya düzəltmək mümkün deyil. Bunun üçün insan hərəkət etməlidir, qərar verməlidir ki, mənim davranışım düzgün deyil. Mənim davranışım düzgün deyil və bunun üçün mən addımlar etməliyəm. Bəli, bu prosesdə biz öz partnyorumuza dəstək ola bilərik də, amma yalnız dəstək formasında ola bilər də. Biz onu xilas edə bilmərik, dəyişə bilmərik. Və özü də xilas olmaq istəyirsə. Bəzən xilas olunmağı gözləyir səndən. Okey də, dilə gətirirsə mən sənə bunu edərəm, amma